Salam, xoş gördük. Davam edirik. Termodinamikanın əsasları bölməsi, istilik vermənin növləri, istilik miqdarı, cismi qızdırmaq üçün lazım olan istilik miqdarı bölməsi. A variantı test izahını bitirdik. Ötən videomuzda indi başlayırıq B variantı birinci sualla. Sualımız belədir. Suyun xüsusi istilik tutumunun 4200 jol böl kiloqram vur Kelvin olması nə deməkdir? Ümumiyyətlə, xüsusi istilik tutumunun vahidi 1 kiloqram maddəni 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarını ifadə edir. Belə variant, diqqət eləsək, 1 kiloqram suyu 1 Kelvin qızdırmaq üçün 4200 jol enerji lazımdır. B variantı. İkinci sual. 10 dərəcə Selsi temperaturlu 5 litr soyuq suya 60 dərəcə Selsi temperaturlu nə qədər isti su əlavə etmək lazımdır ki, qarışığın son temperaturu 50 dərəcə Selsi olsun? Son temperatur düsturumuz var idi. Teta bərabərdir. İndi burada həcm verdiyi üçün bunu həcmlə ifadə edə bilərik. V1 T1 plus V2 T2 bölünsün V1 plus V2. Deməli, bu tənlikdə, yəni bu düsturumuzda biz yerinə qoysaq 10 vurulsun 5 plus 60 vurulsun V2 bilmirəm, bölünsün V1 plus V2 5 plus V2 bərabərdir 50 olsun. Bunu həll eləsək 250 plus 50 V2 bərabərdir 50 plus 60 V2-yə. Alırıq ki 200 bərabərdir 10 V2-yə, V2 də bərabərdir 20 litrə. Yəni düzgün cavab olur A variantı. Növbəti üçüncü sual. Sualda deyilir. 10 dərəcə Selsi temperaturlu 20 litr soyuq su ilə 70 dərəcə Selsi 10 litr suyu qarışdırsaq son temperatur nə qədər olar? Yenə eyni düsturla gedirik. Teta bərabərdir. Ümumiyyətlə qeyd eləyək ki, kütlə də verilsə, həcm də verilsə, eyni prinsiplə yanaşırıq. Yəni, necə ki, burada yazırdıq ki, T1 V1, M1 olanda M1 yazacağım. V1 yox, M1 yazacağım. Plus T2 V2 bölünsün V1 plus V2 bərabərdir. Bunu da necə yadımızda saxlayırıq? Bir də onu da qeyd edib üstündən keçək ki, teta temperaturdur. Yəni, mən nəticədə temperatur mənalı kəmiyyət almalıyam bu düsturdan. Ona görə də temperaturu həcmə ya da temperaturu kütləyə vursam, kütləyə ya da həcmə bölməliyəm ki, nəticədə həcmlər ya da kütlələr ixtisar getsin vahid. Son düsturumda temperatur qalsın. Yəni, ondan yadımda saxlamalıyam ki, məxrəcdə V1 plus V2 olmalıdır ya da M1 plus M2 olmalıdır bu şəkildə. Və salam, indi verilənləri yerinə yazırıq. 10 vurulsun 20 plus T2 V2 70 vurulsun 10 bölünsün V1 plus V2 30. Vahidlərin eyni olmasına burada mütləq diqqət eləməliyik. 700-ün üzərinə 200 gələndə elədi 900 bölünsün 30. Bu da bizə verdi 30 dərəcə Selsi. Düzgün cavab olur A variantı. Dördüncü sualda həcmlə əlaqəlidir. Yenə də yazıram. Teta bərabərdir. Son temperaturu soruşur. T1 V1 elədi 120 plus T2 V2. 25-i bircə dəqiqə 24-ə vuraq, görək nə eləyir. 4-ü 5-ə vururam, 20, 0, 2 yadda, 8, 10, 2 dəfə 5, 10, 0, 1 yadda, 4, 1 yadda, 5, 600. 600 bölünsün V1 plus V2. V1 plus V2 deyiləyir 36. Bu deyilədi 720 bölünsün 36. Səhv eləmirəmsə bu 20 eləməlidir. Bəli, 20 eləyir. Düzgün cavab D variantı. Baxın, 5-ci sual tipli sualları deyirdim. Yəni, burada M1, M2 verilibdir. Necə ki, burada belə yazaq da, T1 bərabərdir 20-dir. Hər birini öz başında yazıram. M1 də bərabərdir 6-dır. T2 50-dir. M2 12-dir. Verilənlərimiz bunlardır. İndi yenə yazıram, son temperatur bərabərdir. M1 T1 plus M2 T2 bölünsün M1 plus M2. Nəticəm nədir məqsədim? T'ləri saxlamaq. Yaxşı, indi verilənləri yerinə yazaq. 120 plus
600, deməli 50-ni 12-yə vurdum. Düzmü hesabladım? Bircə dəqiqə. 50-ni 5-i 12-yə vurdum. 60, hətta o da 600. Bölünsün M1 plus M2, o da elədi 18. Bu elədi 720 böl 18. 40 eləyir burada da. 4-də 8, 30, güc yadda, bəli 40. Düzgün cavab olmalıdır Y bəndi 5-ci sualda. 6-cı sual. Cismin temperaturu istilik vermə nəticəsində 100 dərəcə Selsi artır. Cismin istilik tutumu necə dəyişir? Xüsusi demir, istilik tutumunu deyir. Bildiyimiz kimi istilik tutumu düsturumuz Q bölünsün delta T idi. İndi bizə deyir ki, burada cismin temperaturu 100 dərəcə Selsi artır. Yəni 100 dərəcə Selsi artmaq o deməkdir ki, daha doğrusu 100 dərəcə Selsi yox, 100% artmaq 2 dəfə artmaqdır. Temperatur, yəni 2 dəfə artır temperatur. Onda istilik tutumu 2 dəfə azalmalıdır. 2 dəfə azalar. Düzgün cavab B variantı. 7-ci sual. Təmasda olan müxtəlif temperaturlu cisimlər yalnız öz aralarında istilik mübadiləsindədir. Cisimlər arasındakı oxlarla göstərilmiş istilik vermənin istiqamətinə əsasən onların temperaturları arasında hansı daha doğrusu arasındakı münasibəti müəyyən edin deyir. Temperaturlar arasındakı münasibət eyni çay axınına bənzəyir. Necə ki, çay yüksəkdən aşağıya doğru axır, temperaturda çox olan cisimdən az olan cismə doğru gedir. Bunu belə təsəvvür eləsəm, görürəm ki, burada dəqiq oxunmur, bu T2-dirmi, T3-dür. Yəqin ki, bu T2-dir. Bunu 2, bunu 3 təsəvvür eləsək, əgər səhvlik varsa ümumi prinsipi izah eləyəcəm. Əgər yerləri dəyişik ola bilər, çünki dəqiq seçilmir PDF-dən. Burada qeyd olunan temperatur T2-dirsə əgər, görürəm ki, yalnız ora istilik axını gəlir. Oradan istilik heç bir tərəfə getmir. Deməli, ən kiçik T2-dir. T3-ə baxsam isə, buradan ancaq istilik gedir. Deməli, T3 ən böyüyüdür. Onda aralıq hal T1-dir. T3 böyükdür T1, böyükdür T2. Əgər belədirsə, düzgün cavab D variantı. 8-ci sual. Kütləsi 2 kiloqram olan cismin temperaturunun onun aldığı istilik miqdarından asılı qrafiki verilib, xüsusi istilik tutumunu hesablayın. Deməli, biz xüsusi istilik tutumu düsturumuzda əsasən kiçik C bərabərdir, Q bölünsün M delta T'dir. Buradan baxıram ki, cismə, məsələn, deyək ki, əgər mən istilik miqdarını 10 kilojul vermişəmsə, temperatur 20 dərəcə Selsi dəyişib, 20-dən 40-a qədər, ona görə. Yəni, Q-nün yerinə 10 üstü 4 qoyuram, bölünsün, M 2 kiloqram, delta T 20. Bu da elədi 250. Düzgün cavab A variantı. 9-cu sual. Eyni kütləli 5 müxtəlif maddənin temperaturunun dəyişməsinin onlara verilən istilik miqdarından asılı qrafikləri verilibdir. Hansı maddənin xüsusi istilik tutumu ən böyükdür? Xüsusi istilik tutumu Q bölünsün M delta T olduğu üçün mən baxıram ki, Q-nün sabit qiymətində, məsələn, hansı istəsəm birini sabit götürə bilərəm. Tutaq ki, Q-nü sabit oxdan qaldırdım belə. Q-nün sabit qiymətində. Delta T, əgər delta T böyükdürsə, deməli C orada kiçik olmalıdır. Kəsirin məxrəci böyükdürsə, ən böyük T hardadır? 1-də. Deməli, ən kiçik C1-dir. Bu ardıcıllıqla gedir. C2 və s. ən böyük də C5-dir. Bizdən ən böyüyünü soruşduğu üçün 5-ci. Ən böyük xüsusi istilik tutumuna uyğundur. Düzgün cavab B bəndi. Ümumiyyətlə, xüsusi istilik tutumunun izahını belə başa düşmək olar ki, hansı maddələr gec qızır, gec soyursa, onların xüsusi istilik tutumu böyükdür. Hansı maddələr tez qızır, tez soyursa, xüsusi istilik tutumları kiçikdir deməkdir. Yəni, o xüsusi istilik tutumunun mənası budur. 10-cu sual. Müxtəlif yanacağın yanma istiliyinin yanacağın kütləsindən asılı qrafiki
verilmişdi. Burada xüsusi yanma istiliyinin ən kiçiyini. Yenə eyni prinsiplə yanaşırıq. Xüsusi yanma istiliyi bərabərdir. Yanma istiliyi bölünsün kütlə. Hansı kəmiyyətini istəsək, baxın, sabit qiymətinə baxa bilərəm. Bu dəfə fərqlilik olsun deyə belə izah eləyirəm. Məsələn, Q-nün sabit qiymətində baxın. Q-nün sabit qiymətində indi diqqət eləyirəm. Əgər Q sabitdirsə, onda məndən ən kiçiyi istəyir. Q-nün ən kiçiyini axtarıramsa, M-in ən böyüyünü axtarmalıyam. Harada ən böyükdür deyə 5-də. Ona görə də 5 ən böyük xüsusi yanma istiliyinə uyğun variantdır. Düzgün cavab Y bəndi. 11-ci sual. Hansı ifadə doğrudur? Qızdırılma zamanı mis məftilin, qızdırılma zamanı daxili enerjisi artır, düzdür? Daxili enerjisi azalır, səhvdir, dəyişmir, səhvdir. Təbii ki, enerjisi artan maddənin, bərk maddə, maye fərqi yoxdur. Molekullar arası məsafə artmalıdır. Düzgün cavab 1 və 4. Yəni 5, 6 da səhvdir. 1 və 4 C variantı. On ikinci sual. 10 dərəcə Selsi temperaturlu T1 bərabərdir 10, V1 bərabərdir 40. T2 su ilə 80 dərəcəli. T2 bərabərdir 80, V2 bərabərdir 10. Suyu qarışdırsaq son temperatur yenə T1, V1 plus T2, V2 bölünsün V1 plus V2 bərabərdir 400 plus 800 bölünsün V1 plus V2 elədi 50. 1200 bölünsün 50. Deməli 24. Səhv eləmirəmsə belə qalmalıdır. Bəli, 24. Qarışığın son temperaturu olmalıdır 24 dərəcə Selsi 12-ci sualda. 13. Yenə eyni düsturla davam edirik. T1 bərabərdir 10 dərəcə, V1 bərabərdir 5 litrdir. T2 60 dərəcə, neçə litr V2 su aldı? Son temperaturum teta 50 olmalıdır. Bu mənim verilənlərim. Deməli, yazıram. Teta bərabərdir T1 V1 plus T2 V2 bölünsün V1 plus V2. Buradan yazıram 50 plus 60 V2 bölünsün V1 plus V2 5 plus V2 bərabərdir 50'ye. Alınır 250 plus 50 V2 bərabərdir 50 plus 60 V2'ye. Buradan alıram 10 V2 bərabərdir 200 V2 bərabərdir 20. Düzgün cavab olmalıdır 13-cü sualda 20. 14-cü sual Eyler-Venn diaqramı uyğun variantları qeyd etməliyik. Xüsusi istilik tutumu və istilik tutumu üçün uyğunluğa baxaq. BSD vahidi Joule böl Kelvin olan bu istilik tutumudur. Joule böl kiloqram. Bircə dəqiqə. Xüsusi yanma istiliyi, istilik tutumu. Xüsusi yanma istiliyi kiçik Q-dür. İstilik tutumu, mən bircə dəqiqə diqqət eləmədim buna. İstilik tutumu böyük C-dir. Q böl delta T düsturu. Xüsusi yanma istiliyi kiçik Q-dür. Bu da bərabərdir Q böl M-dir. İndi buna uyğun variantlara baxaq. Birdə deyir ki, BSD Joule böl Kelvin. Bu istilik tutumudur. Bəli, bir buradır. BSD ölçü vahidi Joule böl kiloqram olan bu xüsusi yanmadır. 2-ni bura yazdım. Maddənin növündən asılıdır. Maddənin növündən asılı olma bu xüsusi yanma istiliyinə aid xüsusiyyətdir. Xüsusi yanma istiliyi 3. Maddənin kütləsindən asılıdır. Bircə dəqiqə, kütlədən yox, 3'ü ortaq cəhət yazmalıyam. Niyə? Çünki axı bu da asılıdır. Xüsusi istilik tutumu yox, istilik tutumu da asılıdır. İstilik tutumu bərabərdir, xüsusi istilik tutumu vurulsun kütlə. Bunu belə də yazırdıq, bəli. Ona görə növündən də asılıdır. Bu növündən asılı olmağı ortaq cəhət yazmalıyıq əslində. Maddənin kütləsindən asılı olan, bu kütlədən asılı olan
Xüsusi xüsusi yox, istilik tutumudur. 4. Kütlədən asılı olmayan xüsusi yanma istiliyidir. Bax, bunu belə başa düşürük də. Yəni, müxtəlif maddələrin, yanacaqların, məsələn, mən xüsusi yanma istiliklə müqayisə edirəmsə, hər yanacağın özünün istilik vermə qabiliyyəti var. Tutaq ki, 1 kiloqram yananda nə qədər istilik verir? Xüsusi yanma istiliyi budur. Ona görə də o maddənin kütləsindən asılı deyil, o maddənin növündən asılıdır. Hə, ona görə də maddənin kütləsinə asılı olmayan elə xüsusi yanma istiliyidir. Davam edirik C variantı, birinci sual. Bizdən soruşur ki, bu qablardakı suların daxili enerjilər arasında hansı münasibət var? Kütlələr eynidir. Daxili enerji 2-də 3 növ delta T olduğu üçün ən böyük temperatur ən böyük daxili enerjidir. Yəni O3 O1-dən böyükdür. O1 də O2-dən. Düzgün cavab D bəndi. İkinci sual. Birinci qabdakı suyu ikinci qaba boşaltmaqla sular qarışdırılmışdır. Qarışığın son temperaturu. Bayaq həll elədiyimiz məsələlərin bu şəkilli variantıdır. Belə deyək ki, teta bərabərdir. T1 V1 120 niyə? 120 deyirəm. 70-i 3-ə vururam. 210 plus T2 V2 30 bölünsün V1 plus V2 8. 240 bölünsün 8. Bu da elədi 30. Düzgün cavab B bəndi. İkinci sual. Buzun temperaturunun aldığı istilik miqdarının asılı qrafiki verilmişdir. Buzun yalnız əriməsinə sərf olunan. Yalnız ərimə baxın buradır. Buradakı istilik miqdarını soruşduğu üçün 110 minus 42. Bu da bizə verir 68'i. Düzgün cavab D variantı 3-cü sualda. Dördüncü sual. Kütləsi 1 kiloqram olan mis çəki daşının temperaturu 290 Kelvindən 0 dərəcə Selsi. 0 dərəcə Selsi 273 Kelvindir. Azaldanda daxili enerji necə dəyişər soruşur. Deməli, biz bu sualda verilənləri yazsaq, n bərabərdir 1 kiloqram delta T. Baxın, T2 293'dür, T1, daha doğrusu T1 293'dür, T2 273. 0 dərəcə Selsini Kelvindən ifadə eləsəm belədir. Yəni, temperatur dəyişməsi 20 Kelvindir. S bərabərdir 380 olduğu üçün Q bərabərdir Cm delta T'dən alaram 7600 joule. Yəni, qızan zaman ətrafa cisim ətrafdan nə qədər istilik alırsa, soyanda da ətrafa o qədər istilik miqdarı verir və daxili enerjisi o qədər azalır. Yəni, burada 7600 joule daxili enerji azalmalıdır. 7,6 kilojoule azalar. D bəndi. Beşinci sual. Sualda deyilir istilik miqdarının temperatur asılılıq diaqramında hansı nöqtə istilik tutumunun ən böyük qiymətidir? İstilik tutumu Q bölünsün delta T olduğuna görə məndən C-nin ən böyüyün istəyirsə, Q-nün ən kiçiyi, daha doğrusu Q-nün ən böyüyü T-nin ən kiçiyini axtarmalıyam. Q-nün ən böyüyü 1 və 2-dir. T-nin ən kiçiyi 1 və 4-dür. Kəsişmə 1'dir. Axtardığım nöqtə 1. Düzgün cavab A bəndi. 6-cı sual. 1 və 2 cisimlərini bir-birinə toxundurduqdan sonra qərarlaşmış son temperatur 20 dərəcə Selsi oldu. Cisimlərin istilik tutumlarının nisbətini hesablayın. Buradan yazaram. Qərarlaşmış temperaturun düsturu eta bərabərdir. C1, M1, T1 plus C2, M2, T2 bölünsün. C1, M1 plus C2, M2. Burada C1, M1, C2, M2 bax bu ifadələrin hər birinə yazsam, əvəzləmə aparsam, böyük C. Baxı, böyük C bərabərdir Cm-dir. Bu düsturu nəzərə alıb yazaram. Böyük C1, T1, C2, T2 bölünsün C1 plus C2 bərabərdir, bizə verib 20. T1 ilə T2 də məsələdə verilibdir. Yəni, T1 10'dur. 10 C1 plus 60 C2 bölünsün C1 plus C2 bərabərdir 20'yə.
Buradan alıram 20S1 plus 20S2 bərabərdir 10S1 plus 60S2'ye. Yəni 40S2 bərabərdir 10S1'ə. Bizdən S1'in S2'ye nisbətini soruşduğu üçün düzgün cavab olur 4. Yəni A variantı 6-cı sualda. 7-ci sual. Müəyyən kütləli qalayın temperaturunun onun aldığı istilik miqdarından asılı qrafiki verilmişdir. Qalayın yalnız əriməsinə sərf olunan istilik miqdarını hesablayın. Yalnız ərimə budur. Yalnız əriməyə nə qədər istilik miqdarı sərf olunur. Biz belə eləyə bilərik. Deməli, yaşıl rənglədiyim hissə qızmadır. Qızan zaman Q bərabərdir Cm delta T qədər istilik lazım olur və bunu bizə 184 kilojol veribdir. Deməli, mən buradan qalayın kütləsini tapa bilərəm. M bərabərdir 184 bölünsün. C delta T, C 230. Delta T temperatur dəyişməsi də 200'dür. Bunu hesablasam, bu eləyər, bu daha doğrusu kilojoldur. Minə də vursam, bu eləyər 4 kiloqram. Deməli, burada götürülmüş qalayın kütləsi 4 kiloqramdır. İndi yalnız əriməsinə sərf olunan istilik miqdarını tapmaq üçün Q bərabərdir lambda M-dən istifadə eləyərəm. 4 vurulsun. Lambda 59 bərabərdir. 4 dəfə 9, 36, 4 yadda, 20, 24, 200. 24 niyə? Burada 23. 2 dəfə, deməli 59, 4 dəfə 9, 36, 6 yazıram 3 yadda, 23, 236 kilojol düzgün cavab A bəndi. 8-ci sual. V sürəti ilə hərəkət edən qurğuşun kürə eyni kütləli və temperaturlu sükunətdəki qurğuşun kürə ilə qeyri-elastiki toqquşur. Kürələrin temperaturu nə qədər artır? Qeyri-elastiki toqquşma o deməkdir ki, toqquşdu və bir cisim kimi qaldı. Yəni, bu maqnitlə dəmirin toqquşması kimi də, yəni bir-birinə yapışması kimi başa düşürük. Burada belə təsvir eləsək, M kütləli V sürəti ilə hərəkət edən qurğuşun kürə sükunətdəki M kütləli qurğuşun kürə ilə toqquşur və daha sonra bunlar olur 2M kütləli. İmpulsun saxlama qanununa əsasən toqquşmadan əvvəlki P ilk impulsun MV-dir. Deməli, sonra da MV olması üçün hansı sürətlə hərəkət edir? Yazıram P son bərabər olmalıdır P ilkə, yəni MV-yə. 2M V iştirik də MV-yə bərabər olmalıdır. Buradan alıram ki, V iştirik bərabərdir 0.5V. Deməli, artıq bildim ki, 2M kütləli kürə toqquşmadan sonra 0.5V sürəti ilə hərəkət edəcək. Temperatur, kürələrin temperaturu nə qədər artır? Bunu necə başa düşürəm? Toqquşmadan əvvəl bir enerji var. Hansı enerji? Kinetik enerji. Toqquşmadan sonra da bir kinetik enerji var. Baxacam görək nə qədər kinetik enerji yoxdursa, yəni o daxili enerjiyə çevrilib deməkdir. Toqquşmadan əvvəlki kinetik enerjim Y ilk. M V kvadratı böl 2'dir. Toqquşmadan sonraki Y son kinetik enerji 2M V kvadratı 0,25 V kvadratı böl 2. Bu eləyir M V kvadratı böl 4. Baxın, indi əvvəlcə M V kvadratı böl 2 idi. Sonra M V kvadratı böl 4 qaldı. Nə qədəri itdi? M V kvadratı böl 4 qədər. Bax, bu keçdi daxili enerjiyə. Yəni C, M deyəndə indi 2M yazacağım. 2M delta T. Buradan delta T'ni tapsam, məndən delta T'ni soruşur. M-lə M ixtisar gedər. V kvadratı bölünsün 8M qalar. Düzgün cavab olur C variantı. Keçdik termodinamikada iş bölməsi A variantı 1-ci sual. Hansı prosesdə xarici qüvvələr ideal qaz üzərində iş görmür? Ümumiyyətlə,
İdeal qaz üzərində iş görülməməsi üçün proses izoxor olmalıdır. Həcm dəyişikliyi olmamalıdır. Düzgün cavab A bəndi. İkinci sualda izoxor prosesdə, baxın, məsələnin şərti nə olur olsun. İzoxor prosesdə məndən görülən iş soruşursa, iş yoxdur. Düzgün cavab Y bəndi. 7-ci sual. Burada bir haldan iki halına keçəndə qaz üzərində görülən iş fiqur sahəsinə bərabər olmalıdır. A bərabərdir P delta V. Burada 16 amma mənfi 16. Niyə? Çünki həcm artanda xarici qüvvə mənfi iş görür. Ona görə mənfi 16 kilojoule. 7-ci sualda düzgün cavab B bəndi. B variantı birinci sual. Hansı ifadələr doğrudur? Porşeni zərblə aşağı itələməklə silindirdəki havanı sıxdıqda onun, indi baxıram, hansı variantlar doğru verilmişdi. Deməli, daxili enerjisi dəyişməzdir. Əgər mən porşeni aşağı sıxıramsa, aşağı itəliyirəmsə, bu zaman daxili enerjisi artmalıdır. Həcm azaldığı üçün sıxlıq da artmalıdır. Yəni, düzgün cavab 2 və 4 A bəndi. İkinci sual. Bir halından iki halına keçəndə nə qədər iş görər? Gördüyümüz kimi yenə bu izoxor prosesdir və iş görülmür. Düzgün cavab D bəndi. Növbəti sual. Bir halından iki halına keçəndə qazın gördüyü iş. Əvvəlcə onu qeyd eləyək ki, qaz sıxılanda mənfi iş görür. Deməli, müsbət cavablar ola bilməz. Mənfi iş görür. Görülən iş fiqur sahəsi qədərdir. Bu tərəf 3, burada 3. Yəni, mənfi 9. Düzgün cavab D variantı. Dördüncü sual. Bir halından iki halına keçəndə qazın gördüyü iş. Burada baxıram ki, P də T də eyni qədər artıbsa, deməli bu necə prosesdir? İzoxor prosesdir. İzoxor prosesdə iş görülmür. Düzgün cavab Y bəndi. 5-ci sual. Qazın gördüyü işi hesablayın deyir. Əvvəlcə baxıram, qaz sıxıldığı üçün qazın gördüyü iş olmalıdır mənfi. A, C və B variantları deyil. Buradakı fiqur sahəsi trapesiyadır. Trapesiyanın sahəsi oturacaqları 2 və 4. Hündürlüyü 2, elədi 6. Yəni mənfi 6. Düzgün cavab Y bəndi. 6-cı sual. Sualda deyilir, bir halından iki halına keçəndə 40 kilojoule iş görülübsə V1 nə qədərdir? Yəni bu fiqurun sahəsi 40 olmalıdır. 200'ü, daha doğrusu 200 yox, bunu 2 vurun üstü 5 göstərə bilərəm. 2 vurun üstü 5 vurulsun. Əvvəlcə belə yazaq ki, x bərabərdir. 4 vur 10 üstü 4. Buradan x bərabərdir. 2 böl 10 elədi 0,2. X nədir? Bax, bu tərəfdir. Dəyişmədir da, yəni bu V-nin nə qədər dəyişdiyidir. Onda V1 nə qədər olmalıdır ki, dəyişmə 0,2 olsun. Deməli, V1 0,4 olmalıdır. Düzgün cavab B bəndi. Yeddinci sual. Sualda deyilir, verilmiş kütləli ideal qaz bir halından iki halına keçəndə hansı proses baş verər? Baxaq. Bir halından iki halına keçəndə sıxlıq azaldığı üçün həcm artır. Həcm artır, təzyiq azalır deyə görürəm ki, təzyiq azalır. Deməli, temperatur sabitdir. V artırsa, mənə burada deyir ki, ideal qaz müsbət iş görər. Bəli, bu düzdür. Daxili enerjidə T konstant olduğu üçün dəyişməz. Elə A variantı düzgün cavabdır. 8-ci sual Euler-Venn diaqramıdır. Verilmiş kütləli ideal qazın izotermik sıxılma və izotermik genişlənmə prosesləri üçün uyğun variantları qeyd edək. Birincidə deyilir, qazın təzyiqi azalır. Qazın təzyiqi izotermik genişlənmədə azalır. Biri qoyuram Z-ə. 2-də qazın temperaturu dəyişmir. Hər ikisi izotermik proses olduğu üçün iki ortaq cəhətdir. Qazın daxili enerjisi dəyişmir. Bu da ortaq cəhətdir. Çünki izotermik prosesdə daxili enerji dəyişmir.
Dördüncü, qaz xarici qüvvələr üzərində müsbət iş görür. Qaz müsbət iş görməsi üçün genişlənməlidir. Genişlənən hissə Z-dir. Xarici qüvvələr qaz üzərində müsbət iş görür. Bu sıxılmadır və düzgün cavab Y variantıdır. Baxırıq C variantı birinci suala. Sualda deyilir, sabit kütləli ideal qaz üzərində gedən prosesdə hansı hissədə qazın mənfi iş görməsinə uyğundur? Qaz mənfi iş görməsi üçün qaz sıxılmalıdır. İndi baxaq görək hansı hissədə qazın sıxılmasına uyğun gələn qrafikdir. Qaz sıxılması üçün baxın P-nin sabit qiymətində T azalır. T azaldığı üçün V də azalır. Elə 3-4 C bəndi. İkinci, qaz müsbət iş görməsi, bu qaz genişlənməsi deməkdir. Genişlənən hissədə eyni qaydada 2-3-dür, çünki T artdığı üçün izobar prosesdə V də artır. Yəni 2-3-də artır. İndi baxaq görək 2-3 və 3-4. Bəli, 3-4-də də P azaldığı üçün V artır. Mənə də V-nin artmağı lazımdır. Düzgün cavab B bəndi. Üçüncü, verilmiş ideal qazın halının dəyişmə qrafikinə əsasən bu proseslər zamanı baxmalıyıq ki, hansı variant düzgün verilibdir. A variantı deyir ki, 1-2-də qazın daxil enerjisi azalır. 1-2-də P azalır və artırsa izotermik prosesdə dəyişmir. 2-3-də daxil enerji azalır deyir. Xeyr, P sabit V artırsa T də artır, daxil enerji artır. 3-4-də qaz müsbət iş görür. Ümumiyyətlə 3-4 izoxor prosesi olduğu üçün qaz iş görmür. 3-4-də mənfi iş görür. Ona görə bu da səhvdir. 1-2-də qazın daxil enerjisi dəyişmir. 1-2-də T konstant olduğu üçün, bəli, bayaq da qeyd elədik, delta U sıfıra bərabərdir. Daxil enerji dəyişmir. Y bəndə düzgün cavab. Dördüncü, qazın gördüyü işi hesablayın. Qazın gördüyü iş. Bunu qeyd eləyək ki, əvvəlcə. Əgər oxların fırlanma istiqaməti saat əqrəbi istiqamətində olarsa, bu zaman qazın gördüyü iş müsbət olur. Əgər saat əqrəbi əksinə olarsa, mənfi olur. Bu zaman biz PV qrafikində bu fiqur sahəsini diqqət eləsək, saat əqrəbi əksinə dönür. Əksinə döndüyü üçün mənfi olacaq görülən iş. Yəni A, B və Y deyil. Tərəflər oturacaq yoxdur. Bunlara katetlər deyə bilərik. Katetləri 4 və 4 olan düzbucaqlı üçbucağın sahəsidir. 16/2 8, mənfi 8. Düzgün cavab D bəndi. C variantı sonuncu sualı. Bir halından 2 halına keçərkən görülən iş 60 jol olan ideal qazın təzyiqini hesablayın. Görülən iş, bax bu fiqur sahəsidir. Həcm dəyişməsi 4-dür. 4-ü hansı təzyiqə vursam 60 alınır. Təbii ki, buradan yaza bilərəm ki, P bərabərdir 15. Düzgün cavab B bəndi.